Smartfonlarınızı dostlarınız arasında təhlükəsizlik əməkdaşlarında olan rasiya dediyimiz rabitə cihazı kimi istifadə etmək istəyirsinizsə, bu tətbiq sizin üçündür. Sözgedən proqram Tenten adlanır və ekrandan da gördüyünüz kimi Play Store və App Store tətbiq mağazalarından yükləmək mümkündür. Tətbiqi smartfona quraşdırdıqdan sonra daxil olaraq Let's Go düyməsinə klik edirik. Daha sonra açılan səhifəyə yaşımızı qeyd edib davam et düyməsini sıxırıq. Bu hissədə bizdən qeydiyyat tələb olunacaq. Mən Google seçiminə toxunaraq qeydiyyatı tamamlayıram. Növbəti hissədə isə açılan bölməyə adımı və profil şəklimi əlavə edirəm. Sonda tətbiqin stabil və aktiv çalışması üçün lazım olan mikrofon və bildiriş icazələrini təmin etmək lazımdır. Bu addımları tamamladıqdan sonra açılan səhifədən üstə gəl işarəsinə toxunaraq Add by PIN bölməsindən qarşı tərəfin kodunu yazıb dostluq göndərə və ya Share my PIN sözünə toxunaraq öz şəxsi dostluq kodunuzu qarşı tərəflə paylaşa bilərsiniz. Qarşı tərəf isə dostluq istəyinizi qəbul etdikdən sonra adı və profil fotosu ekranda görünəcək. Bu isə o deməkdir ki, artıq aşağıdakı kiçik profil fotosunun üzərinə basılı saxlayaraq dostunuzla canlı şəkildə söhbət eləyə bilərsiniz. Hətta o tətbiqdən çıxış etsə belə internetə bağlı olmağı kifayətdir ki, sizin səsiniz ona çatsın. Belə dostlar, ümid eləyirəm ki, bu məlumat sizin üçün faydalı oldu. Bu videonu isə hansı dostunuza göndərəcəyinizi artıq özünüz bilirsiniz. Azercell'in təqdimatında daha çox faydalı məlumatlardan xəbərdar olmaq üçün isə səhifəmizi izləməyi unutmayın. Hələlik.